Qarabağın Kopenhagenlə bu axşamki maçına maraq böyükdür. Ona görə ki, ilk növbədə bu Çempionlar Liqasının liqa mərhələsində ilk ev maçımız olacaq. İkincisi də ən vacib məqam odur ki, Qarabağ bu turnirə çox uğurlu başlayaraq Benfica səfərindən əzmkər qələbə ilə döndü və bundan sonra təbii ki, bütün azarkeşlərimiz doğma meydandakı maçda köhnə atlardan qələbə gözləyir. Amma bu demək deyil ki, biz asanlıqla Kopenhageni yenib aktivimizə 3 xal yazacağıq. Bəli, Benfica ilə Kopenhagen arasında səviyyə fərqi böyükdür. Bununla belə Danimarka çempionu çox möhkəm bir komandadır və hazırda da çempionatında liderdir. Yəni belə bir komanda ilə maç bizim üçün heç də asan olmayacaq. Baxmayaraq ki, bu rəqib bizə düşərlidir. Təsadüf edir ki, 8 il əvvəl məhz Kopenhageni Çempionlar Liqasının play-off mərhələsində məğlub edərək tariximizdə ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsinə, qrup mərhələsinə adlamışdıq. Təbii ki, o illərlə müqayisədə fərq böyükdür. Heyət demək olar Kopenhagendə büsbütün dəyişib, amma bu komanda öz oyun üslubuna sadiq qalan, öz futbol fəlsəfəsinə sadiq qalan komanda və bunu ildən ilə təkmilləşdirən bir komandadır. Təbii ki, yaxşı fiziki göstəricilərə malikdir Danimarka çempionunun oyunçuları və belə olan halda Qarabağ daha çox rəqibi topsuz qoymalı, oyuna dominantlıq etməli və topsuz qoymaqla rəqib futbolçuları yormalıdır. Yəni belə bir komanda ilə maçda standart vəziyyətlərdən qol vurmaq heç də real görünmür. Hər halda uca boylu futbolçular, yaxşı fiziki göstəricili futbolçular Kopenhagendə çoxdur. Digər tərəfdən onların standart vəziyyətləri bizim üçün çox təhlükəli olacaq və Qarabağ bu məqama xüsusi diqqət yetirməlidir. Düşünürəm ki, Qurban Qurbanov komandası öz belə deyək də oyununa sadiq qalarsa, öz futbol fəlsəfəsini yenə də meydanda ortaya qoyarsa, Danimarka çempionunu üstələmək gücünə qadirdir və düşünürəm ki, belə də olacaq və 90 dəqiqənin sonunda biz Ağdam klubunu ardıcıl ikinci qələbə münasibətilə təbrik edəcəyik.